bütün bu illər ərzində Azərbaycan hakimiyyətinin törətdiyi bütün qanunsuzluqlar, qəddarlıqlar, onların hamısının siyasi məsuliyyəti hökumətin üzərində toplanır. Hətta heç insanlarımız uzaq 90-cı illərdə anonslara qarşı törədilən o kütləvi işgəncələri belə unutmurlar. Onun belə məsuliyyəti indiki hökumətin üzərindədir. Onda qalmış ki, yaxın zamanda olmuş tərtər cinayətlərinə görə məsuliyyət, onun siyasi məsuliyyəti də, hüquqi məsuliyyəti də Azərbaycan hakimiyyətinin üzərindədir. Azərbaycan xalqı bunu unutmayacaqlar. Ondan sonra çoxlu sayda repressiv kütləvi işlər olur. Gəncə işi, Nardaran işi, Quba işi, İsmailli işi, indi İmişli işi, saymaqla qutaran deyil ki, ayrı-ayrı insanlara qarşı, cəbhəçilərə qarşı, müxalifətçilərə qarşı törədilən əsassız həmin o ittihamlar Azərbaycan xalqı onları unudarmı? Unutmayacaq. Onların hamısı bizim yaddaşımıza, millətin yaddaşına yazılır və zaten İmişlidə o bir neçə dəqiqənin içində çox kütləvi etiraz çıxdı ortalığa. İstefa şuarı səsləndirildi, hökumətə qarşı ciddi bir agresiya çıxdı ortalığa. Bu həmin o illərlə toplanan haqsızlıqlar idi. Gücdən partlayıb çıxdı. İndi həmin o haqsızlıqlar, belə deyək, güc yerinə, deposuna indi bir İmişli haqsızlığı da yazıldı. Ona görə də Azərbaycan hakimiyyəti heç düşünməsin ki, xalqı artıq əlini qolunu bağlayıb, ram edib, istədiyini ona qəbul etdirə bilər. Kimin nə haqqı var ki, barışmasın, onsa barışacaqlar. Belə düşünməsin. Bəli, bugün fiziki olaraq Azərbaycan hakimiyyətinin gücü çatır. İstədiyi şəxsi, cinayətkarı məsuliyyətdən yayındırır, əvəzində cinayət törətməyən şəxsləri həbs elətdirir. Normal, vicdanlı, dürüst insanlara işgəncə tətbiq edir. Bugün bunu eləyə bilir. Amma Azərbaycan xalqı bunları unuturmu? Unutmur. Bunların hamısı bir yerə yazılırmı? Mütləq yazılır. Nəinki ulusallığın kütləvi repressiyalar, ayrı-ayrı vətəndaşlara qarşı edilənlər də unudulmur və bunun hamısının məsuliyyəti hökumətdən gücün tələb olunacaq. Mən inana bilmərəm ki, Azərbaycan